Aşağıda bürclərin 2 dekabr üçün ən düz və qısa və dəqiq gündəlik proqnozu verilir. Pul plus uğur plus enerji balansı ilə. Qoç, bugün diqqətiniz artır. Yarımçıq qalmış işləri tez bitirirsiniz. Pul sahəsində kiçik amma sevindirici bir xəbər gəlir. Bu insanın dəstəyi şansınızı gücləndirəcək. Buğa, sakit amma nəticəli gündür. Pul məsələsində gözlənilməyən bir fürsət çıxa bilər. Ailə və şəxsi mövzularda pozitivlik yüksəlir. Əkizlər, enerjili gündür. Planlarınız sürət qazanır. Pul mövzusunda alıb satma, razılaşma və yeni anlaşma uğurlu ola bilər. Qəfil bir xəbər yol açır. Xərçəng, bugün emosional sabitlik qazanırsınız. Pul axını yavaş-yavaş yaxşılaşır. Gözlədiyiniz bir məlumat gecikmiş olsa da xeyrinizə olacaq. Şir, gün sizi ön plana çıxarır. Yeni təklif, görüş və ya imkan qapısı açıla bilər. Pulda kiçik artım və ya borcun qaytarılması mümkündür. Qız, təfərrüatlara baxışınız bugün böyük üstünlük verəcək. Pulda qəfil xərclər olsa da eyni zamanda qazanclar da artır. İşdə möhkəmlənmə enerjisi güclüdür. Tərəzi, balanslı, uğurlu gündür. Bir dostdan və ya yaxın insandan faydalı təklif gələ bilər. Pulda yüngül artım mümkündür. Əqrəb, ən çox intuitiv gücünüz işə yarayacaq günlərdənsiniz. Yeni yol açılır. Pulda müsbət dəyişiklik, xüsusən gözlənilməyən gəlir mümkündür. Ox atan, şans axını çox güclüdür. Bugün sizi sevindirəcək bir xəbər və ya görüş ola bilər. Pulda irəliləyiş və ya yeni gəlir qapısı açılır. Oğlaq, planlı olduğunuz hər şeyi uğur gətirir. İşlə bağlı təklif və ya məsuliyyət artımı mümkündür. Pul məsələsi sabitləşir. Dolsa, ilham və yenilik üçün əla gündür. Pul enerjisi açılır, xüsusən də yaradıcı işlərdən gəlir mümkündür. Gözlənilməz dəstək ala bilərsiniz. Balıq, bugün rahat nəfəs alırsınız. Pul məsələsində yaxşı xəbər, kiçik qazanc və ya kömək gözlənilir. Daxili gücünüz artır.